Salam aleyküm, hardayam? Hökmeli Qobu yolunda 6 sotun içərisində bir dənə çıxarmışam sizə. 2 otaq qiymətinə bir dənə 6 sotun içərisində 3 otaq çıxarmışam. Şəxsi tikili 12 daş kürsünü, işıq, su, bütün şotikləri var. Bəli. Hasan da belə evlər çıxmırdı. Adam yaxşı ev olan ürəkdən çəkir. Yəni həqiqətən gözəl evdir. Yataq otağının ölçüsünə bax. Çox genişdir də, yəni bir deyirəm elə buraya 60-70 min pul koymuşam. Bilmirəm de hara gedib o pul. Yəni qiymətinə görə həqiqətən gözəl variantdır. Otaqları geniş, şəxsi ev axtarırsansa, bura sənin üçün çox idealdır da həqiqətən. O bir dənə burada Belçika otaqda pəncərə raşotkaları nə qədər var, qoşa, daşdır. Qiymətə bax elə. Qiymət daha hamısı tam təmirdir. Burada da yəni qəşəng mətbəxdir var. Mətbəxin ölçüsü də yaxşıdır. Mətbəx bölgələrinin içərisində qalacaq. Qiyməti haqqında məlumat verib çıxıb çöldən tanışacağam. Yəni 6 sot az deyil, yəni bugünkü gündə. Və bu torpağın sotu ilə hesablasın. Çox ideal qiymətə. Qiymətə bax elə. 43.500 manat. İndirimi var ha. İndirim də var evin üstündə. 43.500 verirsən, bir dənə sənə qəşəng Hökmeli Qobu yolunda yurd restoran tərəfdə bir dənə qəşəng sənə ev verirəm. Yoldan hardasa olar 400-500 metr məsafədə. Amma böyür boyu yan görərisi evlərdir. Yəni çıxaq çöldən tanış olaq. Bu da çöldən görünüşlü həyət. Kanalları, hamısı var. Deyil. Bütün otaqların altında keçid var. Altdan da düzəldiblər, tikiblər. Amma baxın, betonu çöldən belə görsənir. Baxın. Baxın, çöldən belə görsənir. Bütün otaqların altı qupquru yerdir də, yəni. Mən əlaqə saxlayım, yoluna qoyaq. İdeal qiymətə həqiqətən. Sağ ol.